Qoç. Bugün daxilində adətkardan daha güclü bir enerji dalğası hiss edəcəksən. Səhər saatlarından etibarən qərarlarını sürətlə qəbul etmək istəyi güclənəcək, amma bəzən tələsmək əvəzinə bir addım geri çəkilib düşünmək daha faydalı olar. İş yerində gözlənilməz bir təklif və ya yeni layihə qarşına çıxa bilər, bunu qaçırma. Kolleqaların səninlə əməkdaşlıq etməyə daha həvəslə yanaşacaq, çünki enerjin ətrafına da yayılır. Maliyyə mövzusunda diqqətli olmaq lazımdır. Kiçik bir xərc böyük bir problemə çevrilə bilər. Sevgi həyatında olanlar üçün bugün açıq danışıq üçün əlverişli bir vaxtdır. Tək olanlar isə gözlənilməz bir tanışlıqla qarşılaşa bilər, hətta bu tanışlıq iş mühitində baş verə bilər. Ailə üzvlərinlə münasibətlərində sərtlik göstərmək əvəzinə yumşaq üslub seçsən, daha yaxşı nəticə alarsan. Fiziki fəallığa ehtiyacın var, bədənin hərəkətə can atır, idman zalına getmək və ya sadəcə gəzintiyə çıxmaq əhval-ruhiyyəni yüksəldəcək. Kiminsə sənə tənqid etməsi bugün adətkardan daha çox təsir edə bilər, buna görə özünü qorumağı unutma. Yaradıcı fikirlərin bugün xüsusilə güclüdür, əgər bir layihə üzərində işləyirsənsə, indi başlamaq üçün əla vaxtdır. Səbirsizlik bəzən sənə mane ola bilər, ona görə vacib qərarları axşama saxla. Axşam saatlarında yaxın dostlarınla keçirdiyin vaxt sənə böyük rahatlıq gətirəcək. Kiməsə borc vermək və ya almaq məsələsində bugün ehtiyatlı ol. İçindəki lider ruhu bugün özünü daha çox göstərəcək, ətrafındakılar səndən məsləhət istəyə bilər. Yuxu rejiminə diqqət et, gecə gec yatmaq sabahki enerjini azalda bilər. Kiçik bir səyahət və ya yer dəyişikliyi əhval-ruhiyyəni canlandıra bilər. Rəqiblərinlə müqayisədə özünü hər zaman önə çıxarmaq istəyin bugün daha da güclənəcək. Uğursuzluqdan qorxma, çünki bugün riskə girmək gələcəkdə səmərəli olacaq. Buğa. Bugün sabitlik axtaran təbiətin biraz sınağa çəkilə bilər, çünki ətrafında dəyişikliklər baş verəcək. Maliyyə sahəsində gözlənilməz bir xərc və ya əksinə əlavə gəlir mümkündür. İş yerində sənə həvalə edilən tapşırıqlar adətdən artıq diqqət tələb edəcək, buna görə tələsmədən hərəkət et. Rahatlığa olan meylin bugün sənə mane ola bilər, çünki yeni imkanlar hərəkət tələb edir. Sevgilinlə münasibətlərində kiçik bir anlaşılmazlıq yaşana bilər, amma açıq danışıq hər şeyi həll edəcək. Tək olanlar üçün tanış mühitdə gözlənilməz bir yaxınlaşma mümkündür. Yemək və içməkdə ölçünü aşmamağa çalış, bədənin bugün daha həssasdır. Ailə üzvlərindən biri sənin fikrini soruşa bilər, bu da sənə əhəmiyyət verildiyini hiss etdirəcək. İnadkarlığın bugün həm güclü, həm də zəif tərəfin ola bilər. Kiminlə mübahisə etsən, sözlərini diqqətlə seçməlisən. Təbiətlə əlaqə qurmaq, park və ya bağda vaxt keçirmək sənə rahatlıq gətirəcək. Pul xərcləməzdən əvvəl 2 dəfə düşünmək faydalı olar. Dostlarınla keçirdiyin söhbətlər səni gülümsədəcək anlar yaşadacaq. İş yerində sənin zəhmətin nəhayət qiymətləndirilə bilər. Kiçik detallara diqqət etmək bugün böyük fərq yaradacaq. Özünə qarşı biraz daha mərhəmətli ol, hər şeyi mükəmməl etmək məcburiyyətində deyilsən. Musiqi dinləmək və ya sənətlə məşğul olmaq daxili tarazlığını bərpa edəcək. Kiminsə sənə verdiyi vədə şübhə ilə yanaşmaq məqbuldur, amma həddindən artıq şübhəçi olma. Fiziki gücün bugün yüksəkdir, ağır işlərin öhdəsindən rahat gələcəksən. Əkizlər. Zehnin bugün adətdən daha sürətli işləyəcək, fikirlər bir-birinin ardınca gələcək. Ünsiyyət bacarığın bugün ön plana çıxacaq, danışıqlar və müzakirələr sənin xeyrinə həll olunacaq. İş yerində yeni bir ideya ilə çıxış etsən, dəstək görəcəksən. Amma diqqətini bir mövzuya yönəltmək bəzən çətin ola bilər, çoxlu iş arasında itmə. Sosial mühitdə bugün xüsusilə cəlbedici görünürsən, ətrafındakılar səninlə ünsiyyətdən zövq alacaq. Sevgi həyatında əyləncəli və canlı söhbətlər münasibəti daha da yaxınlaşdıracaq. Tək olanlar üçün gözlənilməz bir tanışlıq, hətta sosial media vasitəsilə mümkündür. Qərarsızlığın bugün bəzi məsələlərdə səni çətinliyə sala bilər, seçim etməkdən qorxma. Yeni məlumat öyrənmək, kitab oxumaq və ya kurs izləmək bugün sənə böyük məmnunluq gətirəcək. Maliyyə mövzusunda diqqətli plan qurmaq lazımdır, kiçik xərclər toplana bilər. Ailə üzvləri ilə söhbətlərdə diqqətli ol, sözlərin başqa cür başa düşülə bilər. Fiziki aktivlik zehni yorğunluğunu azaltmaq üçün əla vasitədir. Yaradıcı yazı, rəssamlıq və ya musiqi bugün ilhamını artıracaq sahələrdir. Kiminsə səni tənqid etməsi əslində faydalı bir dərs ola bilər, dinlə və düşün.
Gündəlik rutindən kənara çıxmaq bugün sənə yeni perspektiv qazandıracaq. Dostlarınla planlaşdırdığın bir görüş əhval-ruhiyyəni yüksəldəcək. İşdə çoxşaxəli tapşırıqlar səni yormasın deyə prioritetlərini müəyyən et. Telefon və sosial media istifadəsində ölçünü qorumaq faydalı olar. Xərçəng. Duyğusal dərinliyin bugün xüsusilə güclü hiss olunacaq, ətrafındakıların əhval-ruhiyyəsini belə sezə biləcəksən. Ailə mövzuları bugün diqqət mərkəzində olacaq, evdə keçirdiyin vaxt sənə rahatlıq gətirəcək. İş yerində emosiyalarını idarə etmək biraz çətin ola bilər, amma sakit qalmağı bacarsan, hər şey öz yerinə düşəcək. Sevgi həyatında partnyorunla daha dərin bir bağ qurmaq üçün əlverişli bir gündür. Tək olanlar üçün köhnə bir tanışlıq yenidən gündəmə gələ bilər. Keçmişə çox bağlı qalmaq bugün sənə mane ola bilər, irəliyə baxmağı unutma. Maliyyə mövzusunda ehtiyatlı olmaq, xüsusilə ailəyə aid xərclərdə vacibdir. Dostlarından biri sənin dəstəyinə ehtiyac duya bilər, əlini uzatmaqdan çəkinmə. Yemək bişirmək və ya evi nizamlamaq bugün sənə terapevtik təsir göstərəcək. Həssaslığın güc mənbəyinə çevrilə bilər, əgər onu düzgün istiqamətləndirsən. Kiminsə sənə etinasız yanaşması səni incidə bilər, amma hər reaksiyanı şəxsi qəbul etmə. Su ilə bağlı fəaliyyətlər, məsələn üzgüçülük, bugün sənə xüsusilə yaxşı gələcək. İş yoldaşlarınla münasibətlərdə mərhəmətli yanaşman təqdir olunacaq. Ailə üzvlərindən biri ilə köhnə bir söhbəti yenidən açmaq lazım ola bilər. Öz hisslərini bastırmaq əvəzinə ifadə etmək bugün daha sağlam olar. Yaradıcılığın bugün yüksəkdir, ev dekorasiyası və ya sənətlə məşğul olmaq sənə zövq verəcək. Kiminsə sənə göstərdiyi qayğı gözlərini doldura bilər, bu tamamilə normaldır. Planlaşdırdığın bir tədbir gözlədiyindən daha yaxşı keçəcək. Öz sərhədlərini qorumaq, hər kəsə hər deməmək öyrənməli olduğun bir bacarıqdır. Axşam ailə ilə keçirilən vaxt günün ən dəyərli anı olacaq. Şir. Bugün diqqət mərkəzində olmaq istəyin adətdən daha güclü hiss olunacaq və çox güman ki, ətrafındakılar da səni önə çıxaracaq. İş yerində liderlik keyfiyyətlərin nəzərə çarpacaq, kolleqaların səndən nümunə götürəcək. Yaradıcılıq baxımından çox məhsuldar bir gündür, sənət, dizayn və ya təqdimatla bağlı işlərdə uğur qazanacaqsan. Sevgi həyatında romantik jestlər partnyorunu heyran edəcək. Tək olanlar üçün özünə inam cazibədarlığını artıracaq amillərdən biridir. Qürurun bəzən sənə mane ola bilər, xüsusilə səhv etdiyini qəbul etmək lazım gələndə. Maliyyə mövzusunda təmtəraqlı xərclərdən çəkinmək məsləhətdir, büdcəni nəzarətdə saxla. Ailə üzvləri ilə əylənərək keçirdiyin vaxt hamının əhval-ruhiyyəsini yüksəldəcək. Dostların səninlə vaxt keçirməkdən böyük zövq alacaq, sosial planlar uğurla keçəcək. Fiziki görünüşünə diqqət göstərmək bugün sənə əlavə enerji verəcək. Kiminsə səni tənqid etməsinə emosional reaksiya verməzdən əvvəl biraz fasilə ver. Səxavətin bugün xüsusilə güclü olacaq, ətrafındakılara kömək etmək sənə məmnunluq bəxş edəcək. İş yerində gözlənilməz bir təqdir və ya mükafat mümkündür. Uşaqlarla və ya gənclərlə keçirdiyin vaxt sənə xüsusi sevinc gətirəcək. Öz fikrini israrla müdafiə etmək əvəzinə başqalarının rəyinə də qulaq asmaq faydalı olar. Günəşli bir gündə açıq havada vaxt keçirmək əhval-ruhiyyəni daha da yüksəldəcək. Kiminsə sənə göstərdiyi heyranlıq motivasiyanı artıracaq. Yeni bir layihəyə başlamaq üçün cəsarətini toplaya bilərsən. Rəqabət hissi bugün güclü olsa da hər şeyi yarışa çevirmə. Axşam saatlarında dostlarla və ya ailə ilə əyləncəli bir fəaliyyət planlaşdırmaq yaxşı fikirdir. Özünə qarşı tənqidi olmaq əvəzinə nailiyyətlərini qeyd etməyi unutma. Parlaq rənglər geyinmək bugün əhval-ruhiyyəni yüksəldə bilər. Günün sonunda özünlə fəxr edəcəyin bir an mütləq yaşanacaq. Qız. Detallara olan diqqətin bugün xüsusilə işə yarayacaq, işdə kiçik bir səhvi vaxtında görüb düzəltmək imkanın olacaq. Mükəmməlliyə can atmaq bəzən səni yorur, bugün özünə qarşı biraz yumşaq olmağı sına. İş yerində təşkilatçılıq bacarığın təqdir ediləcək, sənə yeni məsuliyyətlər tapşırıla bilər. Sağlamlığına diqqət etmək, xüsusilə qidalanma məsələsində bugün vacibdir. Sevgi həyatında partnyorunla praktik məsələləri müzakirə etmək faydalı olacaq. Tək olanlar üçün iş və ya təhsil mühitində tanışlıq mümkündür. Tənqidi düşüncən bugün güclüdür, amma başqalarını tənqid edərkən diqqətli ol.
Ailə üzvlərindən biri sənin köməyinə ehtiyac duya bilər, təcrübəli məsləhətlərin qiymətli olacaq. Ev işlərini nizama salmaq, kiçik təmizlik işləri belə əhval-ruhiyyəni yaxşılaşdıracaq. Maliyyə planlaması bugün xüsusilə uğurlu keçəcək, xərcləri cədvələ sala bilərsən. Dostlarınla söhbətdə praktik məsləhətlər vermək onlara kömək edəcək. Öz-özünü tənqid etməkdən çəkinmək, nailiyyətlərini görmək bugün önəmlidir. Yeni bir bacarıq öyrənmək və ya kurs başlamaq üçün əlverişli vaxtdır. İş yükün ağır ola bilər, amma addım-addım hərəkət etsən öhdəsindən gələcəksən. Kiminsə sənə etimad göstərməsi məsuliyyət hissini artıracaq. Təbiətdə gəzinti, xüsusilə bağçılıqla məşğul olmaq bugün rahatlıq gətirəcək. Planların dəqiq olsa da gözlənilməz dəyişikliklərə açıq olmalısan. Tərəzi. Harmoniya axtarışın bugün xüsusilə güclü olacaq, münaqişədən uzaq durmağa çalışacaqsan. Münasibətlər bugünün əsas mövzusudur, istər iş, istər şəxsi həyatda. Sevgi həyatında partnyorunla balanslı bir söhbət münasibətinizi daha da gücləndirəcək. Tək olanlar üçün sosial mühitdə cazibədar görünəcəksən, yeni tanışlıqlar mümkündür. Qərar verməkdə çətinlik çəkə bilərsən, xüsusilə iki cəlbedici seçim arasında qalanda. Estetik zövqün bugün xüsusilə yüksəkdir, geyim və ya ev dizaynı ilə bağlı yaxşı seçimlər edəcəksən. İş yerində komanda işi sənin üçün əlverişli olacaq, əməkdaşlıq uğur gətirəcək. Ədalət hissi güclüdür, kiminsə haqsızlığa məruz qaldığını görsən, səsini qaldıracaqsan. Maliyyə mövzusunda balanslı yanaşma tərz sənə fayda gətirəcək, nə həddindən artıq xərclər, nə də tamamilə qapan. Dostluq münasibətlərində qarşılıqlı anlaşma bugün önəmlidir. Ailə üzvləri ilə sülh və sakitlik axtaracaqsan, mübahisələrdən uzaq durmağa çalış. Sənət, musiqi və ya gözəl mühitlərdə vaxt keçirmək ruhuna qida verəcək. Kiminsə fikrini dəyişdirmək cəhdi bugün nəticə verə bilər, çünki diplomatiyan güclüdür. Özünü hər zaman başqalarına görə deyil, öz istəklərinə görə də dəyərləndirməyi unutma. İş yerində ədalətli qərarlar qəbul etmək liderlik keyfiyyətlərini göstərəcək. Romantik jestlər bugün münasibətlərə xüsusi rəng qatacaq. Kiminsə sənə ehtiyacı olduğunu hiss etsən, dəstəyini əsirgəmə. Planların arasında balans tapmaq, işlə istirahət arasında tarazlıq yaratmaq bugün vacibdir. Əqrəb. Bugün daxili dünyanda güclü hisslər və düşüncələr baş qaldıracaq, özünü tam açmasan da içində böyük dəyişikliklər yaşana bilər. İş yerində strateji düşüncən sənə üstünlük qazandıracaq, ətrafındakılar sənin analitik yanaşmandan faydalanacaq. Sevgi həyatında dərin və ehtiraslı bir bağ qurmaq istəyi güclənəcək. Tək olanlar üçün gizli bir cazibə, hətta uzun müddətdir tanıdığın biri ilə yenidən oyana bilər. Şübhəçi təbiətin bugün biraz artıq özünü göstərə bilər, hər şeyi arxa planda oxumağa çalışma. Maliyyə mövzusunda gizli fürsətlər ola bilər, amma diqqətli araşdırmadan qərar vermə. Ailə münasibətlərində keçmişdən gələn bir mövzu yenidən gündəmə gələ bilər. Sir saxlamaq bacarığın bugün etibar qazandıracaq, kiminsə sənə etibar etməsi təsadüfi deyil. Dərin söhbətlər səthi ünsiyyətdən daha çox cəlbedici görünəcək. İş yoldaşlarınla güc mübarizəsi yaşanarsa, sakit qalmağa çalış. Fiziki gücün bugün yüksəkdir, idman və ya intensiv fəaliyyət enerjini düzgün istiqamətə yönəldəcək. Kiminsə səni aldatdığını hiss etsən, sübutsuz ittiham etmədən əvvəl faktları yoxla. Transformasiya bugün sənin üçün əsas mövzudur, köhnə vərdişlərdən qurtulmaq vaxtı ola bilər. Dostluqda dərinlik axtarırsan, səthi münasibətlər səni qane etməyəcək. Özünü qorumaq instinktin güclüdür, amma hər zaman müdafiə mövqeyində olmaq lazım deyil. Kiminsə sənə açıq etiraf etməsi münasibətinizi daha da yaxınlaşdıracaq. Güc və nəzarət mövzusu bugün həm işdə, həm şəxsi həyatda önə çıxa bilər. Meditasiya və ya tənha düşünmə vaxtı sənə aydınlıq gətirəcək. Ox atan. Macəra həvəsin bugün xüsusilə güclü olacaq, gündəlik rutindən qaçmaq istəyi səni yeni fəaliyyətlərə sövq edəcək. Fəlsəfi düşüncələr, böyük suallar bugün zehnini məşğul edə bilər. İş yerində geniş perspektivli yanaşman qiymətləndiriləcək, yeni ideyalarınla diqqət çəkəcəksən. Sevgi həyatında sərbəstliyə hörmət göstərən bir partnyor sənin üçün idealdır. Tək olanlar üçün səyahət zamanı və ya yeni mühitdə tanışlıq mümkündür. Optimizmin ətrafındakılara da yayılacaq, insanlar səninlə vaxt keçirməkdən zövq alacaq. Maliyyə mövzusunda həddindən artıq nikbin olmaqdan çəkin, real planlar qur.
Ailə üzvləri ilə səyahət və ya birgə fəaliyyət planlaşdırmaq əla fikirdir. Öyrənməyə olan həvəsin bugün güclüdür, yeni bir dil, mədəniyyət və ya sahə ilə maraqlana bilərsən. Dürüstlüyün bəzən kobud görünə bilər, sözlərini seçərkən diqqətli ol. Fiziki fəallıq, xüsusilə açıq havada idman bugün sənə əla gələcək. Dostlarınla gülüş dolu anlar keçirəcəksən, əhval-ruhiyyən yüksək olacaq. Planlaşdırmadığın bir fürsət qarşına çıxa bilər, onu qiymətləndirməyi unutma. İş yerində monoton tapşırıqlar səni darıxdıra bilər, yaradıcı həll yolları axtar. Kiminsə sənə söylədiyi bir fikir dünya görüşünə yeni bir pəncərə aça bilər. Səyahət planları haqqında düşünmək, hətta xəritəyə baxmaq belə əhval-ruhiyyəni yüksəldəcək. Sərbəstliyinə çox bağlı olmaq bəzən yaxın münasibətlərdə çətinliyə səbəb ola bilər. Gülərüzlülüyün ətrafındakılara müsbət enerji verəcək. Kitab oxumaq və ya sənədli film izləmək bugün zehninə qida verəcək. Axşam saatlarında dostlarla açıq havada vaxt keçirmək əla seçim olacaq. Oğlaq. Məqsədyönlülüyün bugün xüsusilə güclüdür, qarşına qoyduğun hədəflərə doğru sistemli addımlar atacaqsan. İş yerində məsuliyyət hissin təqdir olunacaq, rəhbərlik səninlə fəxr edə bilər. Sevgi həyatında sabitlik axtarışın davam edir, partnyorunla uzun müddətli planlar müzakirə edə bilərsən. Tək olanlar üçün ciddi niyyətli bir tanışlıq mümkündür, səthi əlaqələr səni cəlb etməyəcək. İşkoliklik meylin bugün özünü göstərə bilər, istirahət etməyi unutma. Maliyyə mövzusunda ehtiyatlı planlaşdırma sənin üçün xarakterikdir, gələcəyə investisiya düşüncəsi güclənəcək. Ailə üzvlərinə qarşı məsuliyyət hissi bugün ön plandadır, onlara dəstək olmaq istəyəcəksən. Sərtliyin bəzən başqalarını uzaqlaşdıra bilər, biraz daha yumşaq yanaşmağı sına. Dostluqda etibarlılığın çox qiymətlidir, insanlar səndən dəstək gözləyir. Uzun müddətli layihələr üzərində işləmək bugün xüsusilə səmərəli olacaq. Kiminsə sənə tənqid etməsi əslində böyümə üçün fürsət ola bilər. Fiziki sağlamlığına diqqət et, uzun iş saatları arxa ağrılarına səbəb ola bilər. Nailiyyətlərini qeyd etmək, özünü tərifləmək bugün unutduğun bir şey ola bilər. Struktur və nizam-intizam sənə rahatlıq gətirir, gündəliyini planlaşdırmaq faydalı olacaq. Kiminsə sənə göstərdiyi hörmət, illərlə çəkdiyin zəhmətin nəticəsidir. Yumor hissini itirmə, hər şeyi ciddiyə almaq həyatı ağırlaşdırır. Ailə ənənələrinə bağlılığın bugün xüsusilə güclü hiss olunacaq. Dolça. Orijinallığın bugün xüsusilə parlayacaq, adi düşüncə tərzindən fərqli bir yanaşma ilə diqqət çəkəcəksən. Sosial mühitdə fərqli fikirlərə açıq olduğun üçün maraqlı insanlarla tanış olacaqsan. İş yerində innovativ ideyaların dəstəklənə bilər, komanda sənin yaradıcılığından faydalanacaq. Sevgi həyatında azadlığa hörmət göstərən bir münasibət sənin üçün ideal olar. Tək olanlar üçün qeyri-adi bir mühitdə, məsələn tədbir və ya seminarda tanışlıq mümkündür. Müstəqilliyin bəzən yaxınlarını uzaqlaşdıra bilər, balans tapmağa çalış. Maliyyə mövzusunda qeyri-ənənəvi fikirlər sənə maraqlı görünə bilər, amma diqqətli araşdırma vacibdir. Dostluq şəbəkən bugün geniş olacaq, müxtəlif adamlarla əlaqə quracaqsan. Humanitar məsələlərə olan həssaslığın bugün güclənəcək, kömək etmək istəyəcəksən. Texnologiya və ya elmi mövzularla maraqlanmaq bugün sənə xüsusi zövq verəcək. Ailə üzvləri sənin qeyri-adi fikirlərini bəzən başa düşməyə bilər, səbirli ol. Qrup fəaliyyətlərində liderlik rolunu üzərinə götürə bilərsən. Kiminsə sənə fərqli olduğun üçün qəribə baxması səni narahat etməsin, unikallığın gücündür. Yeni bir texnologiya və ya alət öyrənmək bugün sənə maraqlı gələcək. Duyğusal məsafə saxlamaq meylin bugün özünü göstərə bilər, yaxınlarınla açıq ol. Kiminsə fərqli fikrini dinləmək dünya görüşünü zənginləşdirəcək. Gələcəyə dair vizyonların bugün xüsusilə aydındır, planlarını yazıya köçür. Dostların arasında xüsusi yerin var, onlar sənin fikrindən dəyər verir. Balıq. Həssaslığın və empatiyan bugün xüsusilə güclü hiss olunacaq, ətrafındakilərin hisslərini adətdən daha dərin sezəcəksən. Yaradıcılığın zirvədədir, sənət, musiqi və ya yazı ilə məşğul olmaq bugün sənə böyük məmnunluq gətirəcək. İş yerində intuisiyana güvənmək düzgün qərarlar verməyinə kömək edəcək. Sevgi həyatında romantik və dərin bir bağ arzulayırsan, partnyorunla emosional yaxınlıq güclənəcək. Tək olanlar üçün gözlənilməz, demək olar ki, taleyin işi kimi görünən bir tanışlıq mümkündür. Xəyalpərəstliyin bəzən reallıqdan uzaqlaşmağına səbəb ola bilər, ayaqlarını yerdən üzmə.
Maliyyə mövzusunda diqqətsizlik bugün problemlərə yol aça bilər, xərcləri nəzarətdə saxla. Ailə üzvlərinə qarşı güclü qayğı hissi bugün ön plandadır. Başqalarının problemlərini öz üzərinə götürmək meylin bugün özünü göstərə bilər, sərhədlərini qoru. Su ilə bağlı fəaliyyətlər, məsələn sahildə gəzinti, sənə xüsusi rahatlıq gətirəcək. Kiminsə sənə ehtiyacı olduğunu hiss etsən, dəstəyini əsirgəməyəcəksən, amma özünü də unutma. Yuxularının bugün xüsusi mənası ola bilər, onları xatırlamağa çalış. Musiqi dinləmək və ya sadəcə səssizlikdə oturmaq ruhuna sakitlik gətirəcək. Dostlarınla emosional dərinlikli söhbətlər bugün xüsusilə dəyərli olacaq. Kiminsə sənə qarşı səmimiyyətsiz davranması səni dərindən təsirləndirə bilər, amma hər kəs eyni cür deyil. Ruhi inkişafa olan marağın bugün güclənəcək, meditasiya və ya dua sənə fayda verəcək. İş yükünün altında qalmamaq üçün xeyr deməyi öyrənməlisən. Kiminsə sənə göstərdiyi kiçik bir mərhəmət gözlərini yaşarda bilər, bu tamamilə normaldır.